Sabahınız xeyir uşaqlar. Bugün sizlərlə 6-cı siniflər üçün olan monitoring kitabından, Vandal nəşriyyatına aid olan monitoring kitabından riyaziyyat suallarının izahını paylaşacağım. Mövzu əsasən çoxluğa aiddir və birbaşa keçək sualların izahına. 51-ci sualda A bərabərdir ABC, B bərabərdir AB olarsa hansı təklif doğrudur? Baxırıq burada A ilə B çoxluğuna. A ilə B çoxluğunda B-yə daxil olan elementlər A-ya da daxildir. Çünki B-nin A və B elementləri A-da da var. Ona görə də deyə bilərik ki, B çoxluğu A çoxluğuna daxildir. Doğru cavab A variantı olmuş olacaq. B variantı ola bilməz, çünki A B-yə daxil deyil. A-dakı C elementi B-də yoxdur. A ilə B ümumiyyətlə bərabər deyil. B də boş çoxluqdur. Bu da yanlışdır. 52-ci suala baxaq. Land DAO olarsa A və B çoxluğunun elementləri A ilə B-nin birləşməsində neçə element olar? A ilə B-nin birləşməsi, yəni hər ikisinə daxil olan elementlər nəzərdə tutulur, amma bir element hər ikisində varsa onu sadəcə bir dəfə yazırıq. L bir dənədir, L yazırıq. A hər ikisində var deyə onu da bir dənə yazacağıq. N sadəcə bir dənədir. D hər ikisində var, yenə bir dəfə yazırıq və U. 2, 4, 5. Deməli, bu iki çoxluğun birləşməsində 5 element olmuş olacaq. 53. A bərabərdir B çoxluqlar olarsa, boş xanaya uyğun elementi seçin. A-da 1 var, B-də də var. A-da 18, B-də də var. A-da 3, B-də də var. A-da 5, B-də də var. Deməli, A-dakı 9 B-də yazılmır. Ona görə də bu boşlamada 9 olmuş olacaq. Doğru cavab D variantı olacaq. 52-də isə C variantı. Keçirik 54-cü suala. Landau sözünün yazışında istifadə olunan hərflər çoxluğunda neçə element var? Bayaq dediyim kimi, eyni hərf varsa, onu sadəcə bir element kimi götürürük. Ona görə də buradakı elementlər L, A, N, D, U. 1, 2, 3, 4, 5 dənə element olmuş olacaq. Doğru cavab D variantı. 55-də hansı seçimdə B çoxluğu A çoxluğunun alt çoxluğudur? Yəni, B A-nın içindədir. B-yə aid olan elementlər A-ya da aiddir. Birincidə bu iki çoxluğun kəsişməsi, ikincidə də həmçinin kəsişməsi verilib, amma üçüncüdə B-A-nın alt çoxluğudur göstərilib. Doğru cavab D variantı olacaq. Keçirik növbəti 56-cı sualımıza. 45 ədədinin bölənləri çoxluğu hansı bənddə doğru verilmişdir? Yəni, 45 ədədini bölə bildiyimiz ədədlər çoxluğunu tapmalıyıq. Baxaq variantlara. 45 45-ə bölünür 9-a, 7-yə bölünmür, 5-ə bölünür. Ona görə də A variantı ola bilməz. B-də 5 15 bölünür, 30-a bölünmür, B-də ola bilməz. D-də 1 2 2-yə bölünmür, ona görə D-də ola bilməz. Doğru cavab C olmuş olacaq. Bölənləri çoxluğu C variantıdır. 57-də 20-dən kiçik 2-yə bölünən ədədlər A çoxluğu ilə, 20-dən kiçik 3-ə bölünən ədədlər B çoxluğu ilə işarələnir. Bu şərtə görə A və B çoxluğu kəsişməsi elementləri hansılardır? 20-dən kiçik 2-yə bölünən ədədləri yazırıq. 18, 16, 14, 12, 10, 8, 6, 4, 2. Və 20-dən kiçik 3-ə bölünən ədədləri yazırıq. 18, 15, 12, 9, 6, 3. İndi deyək ki, A ilə B-nin kəsişməsi, yəni hər ikisinə daxil olan ədədlər hansılardır? 18, sonra 12, 6, doğru cavab 6, 12, 18 B variantı olmuş olacaq. Keçirik növbəti 58-ci suala. Rənglənmiş hissə hansı bənddə doğru göstərilmişdir? Baxın, B-yə daxil olub, A-ya daxil olmayan elementlər göstərilir. Bu da nəyə göstərir? B ilə A-nın fərqini. Doğru cavab C variantıdır. Burada fərq kimi A ilə B-nin fərqi də göstərir.
O yanlışdır. Çünki əgər elə olsaydı buranı ştrixləməli idilər, B-ni yox. 59 təsvirə əsasən A ilə B-nin fərqi çoxluğunun elementlərini tapın. Yəni A-ya daxil olan, amma B-yə daxil olmayan. Bu da hansılardır? 5, 1, 7. 1, 5, 7 A variantı doğru olmuş olacaq. Keçirik növbəti 60-cı sualımıza. A bərabərdir ABCF, B bərabərdir QSTP çoxluğu verilmişdir. A ilə B-nin kəsişməsi. Baxırıq, burada oxşar, eyni ədədlər, komponentlər, elementlər yoxdur. Ona görə də bunların kəsişməsi boş çoxluğa bərabər olmuş olacaq. 61-ci sualda diaqrama əsasən A və B çoxluğunun elementlərinin sayını tapın. A ilə B çoxluğunun, baxın, təkcə A çoxluğu desəydi, 1, 2, 3, 4, 5, 6 element demək olardı. Təkcə B desəydi, 1, 2, 3 element deyə bilərdim. Amma A ilə B-nin elementi deyirsə, 2, 4, 6 və 7 elementi olmuş olacaq. Yəni, hər ikisinə daxil olan elementlərin sayını tapmalıyıq. Keçirik növbəti, bu D oldu və 62-ci sualımıza baxırıq. Hansı ifadə ştrixlənmiş hissəni göstərir? Baxın, uşaqlar, bu ştrixlənmiş hissə hər üç çoxluğa daxildir. Mən bura A, bura B, bura C yazsam, hər üçünə daxil olan hissəni tapmaq tələb olunursa, bunların nəyi olacaq? Kəsişməsini götürəcəm. A ilə B-nin, B ilə C-nin kəsişməsi. Doğru cavab B variantı olacaq. 53-də A çoxluğu sadə ədədlər, B çoxluğu isə tək ədədlər olarsa, A ilə B-nin kəsişməsi aşağıdakılardan hansı ola bilər? Yəni, bu nə deməkdir? Bunların kəsişməsinə daxil olan elementlər həm tək olmalıdır, həm də hamısı sadə olmalıdır. Ona görə də baxırıq, buradakı variantlarda bütün ədədlər təkdir. İndi baxaq görək, hansı variantda hamısı sadədir. A-da hamısı sadə deyil, çünki 21 burada sadə deyil, 3-ə və 7-yə, həmçinin 1-ə və özünə bölünür. Sonra B-də hamısı sadədir, amma digərlərinə də baxaq. C-də 1, 3, 9 sadə deyil, 3-ə, 9-a, 1-ə bölünür, həmçinin 15 sadə deyil, 3-ə, 5-ə, 1-ə, 15-ə bölünür. C olmayacaq. D-də isə 11, 13, 19 sadədir, 9 isə sadə deyil, 3-ə, 9-a, 1-ə bölünür. Doğru cavab B variantı olmuş olacaq. Burada da həmçinin B variantı idi. Keçirik 64-cü suala, aşağıdakılardan hansı doğru deyil? Burada iki variant doğru deyil. Bu həmçinin B variantı, həm də C variantıdır. Kitabın arxasında C variantı veriblər. Amma burada həmçinin B variantı da doğru deyil. Çünki A ilə B-nin fərqi deyirsə, A-ya daxil olan, amma B-yə daxil olmayan elementləri götürəcəm. B ilə A-nın fərqi deyirsə, B-yə daxil olan, amma A-ya daxil olmayan elementləri götürəcəm və ona görə bunlar heç vaxt bərabər ola bilməz. Amma C-də A ilə B-nin kəsişməsi, boş çoxluğun kəsişməsi A-nı verə bilməz. A ilə boş çoxluğun kəsişməsi mütləq boş çoxluğa bərabər olmalıdır. Ona görə də burada mən həm B, həm də C variantlarını doğru hesab edə bilərəm. Keçirik 65-ci sualımıza. A bərabərdir 10, 8, 6, 4, B bərabərdir 3, 6, 9, 12 olarsa, A ilə B-nin fərqini tapaq. Yəni, A-ya daxil olan, B-yə daxil olmayan elementləri tapacaq. Baxırıq, 10 sadəcə A-dadır. Yazıram 10. 8 yenə təkcə buradadır. 6 ortadadır. 4 buradadır. B-ni də yazıram 3, 9 və 12. Deməli, A ilə B-nin fərqinə daxil olan elementlər 4-dür, 10-dur, 8-dir. Yəni, doğru cavab C variantı 3 element olmuş olacaq. 66. A bərabərdir 6, B 3, 6, C 2, 3, 6, D 2, 3, 6, 7 çoxluqları verilir. Buna əsasən doğru bəndi seçin. Baxın, A-nın elementi B-də də var. Deməli, A daxildir B-yə.
B-nin elementi C-də də var. Deməli, B-də daxildir C-yə. Həmçinin C-nin elementi də D-də var. Ona görə C-də daxildir D-yə. Bu da hansı variantdadır? A variantında olmuş olur. Keçək 67-ci sualımıza. A çoxluğu 24 ədədinin bölənləri çoxluğu, B çoxluğu isə 18 ədədinin bölənləri çoxluğu olarsa, A ilə B çoxluğunun kəsişməsini tapaq. İndi baxarıq A-ya. 24, 1, 2, 12, 3, 8, 4, 6. Bu bitdi. Keçdik B-yə. 18, 1, 3, 6, 9, 2. İndi bunların kəsişməsi deyirsə, hər ikisinə daxil olan elementləri seçməliyik. 1 hər ikisində var. 2 hər ikisində var. 3 hər ikisində var. 6 hər ikisində var. 1, 2, 3, 6. Doğru cavab A variantı olmuş olacaq. Keçirik 68-də aşağıdakılardan hansı şəkildəki rənglənmiş hissəni göstərir. Baxın, A-ya daxil olan, amma B-yə daxil olmayan elementlər verilibsə, bu da A ilə B-nin fərqini vermiş olacaq. Doğru cavab C variantı olur. 69-cu suala baxaq. Landau Nəşriyyat Evinin Azərbaycan dili və riyaziyyat kitablarını əldə edən 6-cı sinif şagirdlərinin sayı diaqramda verilmişdir. Sinifdə 30 şagird olduğuna görə hər iki kitabı əldə edən neçə şagird var? Deməli, burada 3 yalnız Azərbaycan dili alanlar, 5 də yalnız riyaziyyat alanlardır. Bunları toplayıram. 3 üstə 5 bərabərdir 8. 30-dan da çıxıram 8-i, qalır 22. Deməli, 22 nəfər hər iki kitabdan alıb. Doğru cavab C olmuş olacaq. 70-ci suala baxaq. Bir sinifdə 18 riyaziyyat, 12 şagird informatika fənnini öyrənir. 7 şagird isə həm riyaziyyat, həm də informatika öyrənir. Sinifdə ümumilikdə neçə şagird var? Bunu belə də tapa bilərsiniz. Bunların hər ikisini toplayıram. 18 üstə gəl 12, 30 edir. 30-dan da bu hər ikisinə daxil olan sayı çıxıram. Qalır 23. Belə tez üsuldur və həmçinin çoxluq çəkməklə də tapa bilərsiniz. Bura riyaziyyatdır. Yəni, burada informatikadır. Riyaziyyatı bu kəsişməyə daxil olan qarışıq hamısı bir yerdəki sayı 18-dir. Kəsişmə isə 7-dir. Deməli, sadəcə riyaziyyat öyrənənlər 18-dən 7 çıxıram 11 nəfər olur. Sonra informatika kəsişmə daxil hamısı 12 nəfərdir. 7-si çıxıram, qalır 5 nəfər. Sadəcə informatika öyrənənlərdir. İndi baxırıq. Toplayırıq. Burada 11 üstə 7 üstə 5. 11 üstə gəl 7 üstə gəl 5 bərabərdir 18 üstə 5 23. Deməli, sinifdə ümumilikdə 23 şagird olmuş olacaq. Doğru cavab A variantı olur. 71. Texnologiya sərgisində şagirdlər 3D printer və dron stendlərini ziyarət etdilər. 35 şagird 3D printeri, 27 şagird dron stendini gördü. 15 şagird hər ikisinə baxdı. Yalnız bir stendi görən şagirdlərin sayı neçədir? Yalnız birini deyir. İndi bunu çoxluqlarla həll edirik. Yenə çoxluq çəkirik. Ortada olan hər ikisinə baxan 15-dir. Bir dəqiqə. 15. İndi bura ümumi, yəni bu kəsişmə daxil neçə şagird deyir? 35-dir. Həmçinin bu tərəfdə kəsişmə daxil 27-dir. İndi sadəcə bu hissələri tapaq. 3D olanı və dron olanı. Sadəcə buranı tapmaq üçün nə edirik?
35-dən 15 çıxıram, qalır 20. Yalnızdır onu tapmaq üçün 27-dən 15 çıxıram, qalır 12. İndi bizə sual verir, yalnız bir stendi görən şagirdlərin sayı neçədir? 20 və 12 toplayıram 20-nin üstünə 12 bərabərdir 32 olmuş olacaq. Doğru cavab A variantı olur. 32 şagird yalnız bir stendi görür. Mən bunları toplasam 32-nin üstünə də 15 gəlsəm, ümumi şagirdlərin sayını soruşsa, bu 47 eləmiş olacaq. Amma bizə 47 lazım deyil, yalnız bir stendi ziyarət edənlərin sayı lazımdır. Keçirik 72-ci suala. A çoxluğu 1-dən 20-yə qədər olan cüt ədədlər, B çoxluğu isə 1-dən 20-yə qədər olan 3-ə bölünən ədədlər olsun. A ilə B-nin kəsişməsi çoxluğunda neçə element var? Gəlin tapaq. A 1-dən 20-yə qədər cüt ədədlər. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20. B'yə daxil olanları tapaq. 3, 6, 9, 12, 15, 18, bu qədər. Və burada kəsişmə deyirsə, ortaq elementləri dairəyə alır. Hər ikisində 6 varmı? Var. Hər ikisində 12 varmı? Var. Hər ikisində 18 varmı? Var. Deməli, bunlarda neçə element olmuş olacaq? 3 element olacaq. 6, 12, 18. Cəmi 3 element. Keçirik 73-cü suala. 73-cü sualın arxadakı cavabı yanlış verilsə də, bu məsələnin doğru izahını sizə paylaşaq. Bir məktəbdə 30 şagird futbol, 22 şagird şahmat dərnəyinə yazılıb, 10 şagird isə hər iki dərnəyə gedir. Gəlin çoxluq çəkək bir dəqiqə. Belə deyək. Deməli, 30 şagird futbol, 22 şagird şahmat, 10 şagird isə hər ikisinə gedir. Gəlin ortaya yazaq 10. 10. Yazdıq 10. İndi burada riyaziyyat, daha doğrusu futboldur, futbol. Burada şahmat. Futbol hamısı bir yerdə 30-dur, kəsişmə daxil. Şahmatda hamısı bir yerdə kəsişmə daxil 22-dir. İndi yalnız bu hissəyə aid olanları tapaq. Buranı tapmaq üçün 30-dan 10 çıxıram, qalır 20. Buranı tapmaq üçün 22-dən 10 çıxıram, qalır 12. İndi bizə nə sual verir? Hər iki dərnəyə yazılanların sayını nəzərə alaraq, məktəbdə ən azı bu dərnəklərdən birinə qatılan neçə şagird var? Burada ən azı birinə qatılan neçə şagird var? Sualı sizi çaşdırmasın. Çünki bu 10 nəfəri çıxarsam mən buradan, saya salmasam, onda axı bu şagirdləri mən heçə saymış oluram. Deməli, 20 nəfər sadəcə futbola qatılır, 12 nəfər sadəcə şahmata qatılır. 10 nəfər isə bunların hər ikisinə qatılırsa, bunu da saya salmalıyam. Yəni 20, üstəgəl 10, üstəgəl 12. O da edir 42. Belə də tapa bilərsiniz. Və yaxud da 30, üstəgəl 22, çıx neçə? Ortaq nə idi? 10. Gəlin tapaq. Birinci bunları toplayaq. 2 və 52. 52-dən də çıxıram 10-u.
Qalır 42. Doğru cavab 42 olmuş olacaq. Amma arxada 20 verilib, 20 qətiyyən doğru sayılmır. Keçirik 75-ci sualımıza. Daha doğrusu 74-cü sualımıza. C çoxluğu A, B, C, D, E, D çoxluğu C, D, F, G verilərsə A ilə D-nin birləşməsi çoxluğuna neçə element var? Yəni A ilə B-nin birləşməsi deyirsə, bunların hər ikisinə daxil olan elementləri götürəcəm. Əgər bir elementdən 2 dənədirsə, onun sayını elə 1 dənə götürmüş olacam. Baxıram C birləşir D bərabərdir. A var. B, bunu da götürürəm. C hər ikisində var, yazıram. D hər ikisində var, yazıram. E, C çoxluğunda var, yazıram. Keçirəm, bunlarla qutardım. Burada da bundan bu getdi. F yazıram. C yazıram. Və bağlayıram. İndi deyir, neçə element var? 1, 2, 3, 4, 5, 6, 7. 7 element var birləşmədə. 75-ci suala baxaq. 1-dən 30-a qədər olan ədədlərdən 5-ə bölünənlər A çoxluğunu, 2-yə bölünənlər B çoxluğunu təşkil edir. A ilə B çoxluğunun kəsişməsində neçə element var? Tapırıq. A çoxluğunu yazırıq. 5-ə bölünənlər 5, 10, 15, 20, 25, 30. B çoxluğunu yazıram. 2-yə bölünənlər tapıram. 2, 4, 6, 8, 10, 12, 18, 14, 16, 18, 20, 22, 24, 26, 28, 30. İndi deyir ki, bunlarda A ilə B-nin kəsişməsində neçə element var? Gəlin, hər ikisinə daxil olan elementləri dairəyə alaq, çünki kəsişmədəyik. Deməli, belə deyək də, buradakı bütün cüt ədədlərdirsə, B çoxluğunda, A-da da cüt olanları dairəyə alalım. 10, 20, 30. 3 element olmuş olacaq. A ilə B-nin kəsişməsi 3 element olur. A kəsişir B bərabərdir 10, 20 və 30. Bu qədər sadə. Deməli, bu qədər uşaqlar. Hər birinizə uğurlar arzu edirəm. Gələn videolarda görüşənə qədər.